Sizlərə izahım olacaqdır alkenlər hədəfdən. Gəlin başlayaq. Deyir, propen və siklopropan üçün ümumi olan nədir? Propen yazılacaqdır. Deməli, C3H6. Siklopropan isə o da C3H6. Kimya formulları eynidir, amma bu açıq quruluşlu, bu isə qapalı quruluşludur. Deyir, polimerləşir. Polimerləşən siklopropan, yəni doymuş birləşmə olduğuna görə bunlar polimerləşmir, amma propen pirabitası olduğuna görə polimerləşir. Molekulunda 3 qeyri-polyar sigma kovalent rabitəsi var. Deməli, karbon atomlarının sayı qədər karbon-karbon arasında rabitə var deyirsə, deməli siklobutan propanda var, görürsüz, 3 dənə rabitə. Ona görə bu ortaq deyil. Amma alkende, propende bu şəkildədir. 3 rabitə var, düzdür. Amma bu 3 rabitə necə deyərik? Biri pidir, ikisi sigmadır. Bunu ortaq götürə bilərəm. Molekulunda 12 hibrid orbital var. 12 hibrid orbital olması üçün sikloda olacaq sp3, sp3, cəmi 4 ədəd, 4 dənə, 3 karbona da vuranda 12. Amma alkende bunlar sp2'dir, sp2'dir, eləyəcək 6, sp3 də bu 4, cəmi 10 dənə. Bunda 12, bunda 10. Ona görə ortaq deyil. Bromla birləşmə reaksiyasına daxil olma həm siklolar, həm də ki alkenlər bromla reaksiya birləşməyə girə bilər. Ona görə cavab olacaq 2-4 C variantı. Keçək 2-yə. Deyir, 1-2 dibrom butana sink metallı ilə təsir etdikdə alınan karbohidrogenin adını müəyyən edin. Yazaq. Deməli, butan deyir, 4 dənə karbon yazdım. Birinci, ikincidən xlor var. Deməli, mən buna sink ilə təsir eləsəm, visinal dihalogenin olduğuna görə bura bir 2 qat rabitə düşəcək və bu maddənin adı buten 1 olar. Cavab B. Keçək 3-ə. Maddəmiz alkendir. Alkenlərin formulu CnH2n-dir. Molekulunda karbon atomlarının sayı məndə n-dir. Bu isə veribdir A+2. Yazacağım A+2. Molekuldakı sigma rabitələrin ümumi sayını istəyir. Biz bilirik ki, ümumi sigma rabitələrinin sayı açıq quruluşlu zəncirdə tapmaq istəyiriksə, indeksləri toplayıb üstdən 1 çıxmalıyam. 3n-1. Gətirib n-in yerinə A+2 qoysam, olacaq 3a minus 3 daha doğrusu plus 2 vuraram 3'ə plus 6 minus 1, bu da mənə verəcək 3a plus 5. 3a plus 5 cavab C. Sonra buten 1 molekulu üçün deyir hansı ifadələr doğrudur? Hidrogen bromidlə birləşməsi Markovnikov qaydası ilə gedir. Buten 1 qeyri-simmetrik olduğuna görə 2 qat əvvəldə yerləşir. Markovnikovla gedəcək. Cis-trans izomeri var. Əvvəldə yerləşdiyi üçün cis-transı yoxdur. Molekulundakı sp2, s orbitalları hesabına yaranan 3 dənə sigma rabitə var. Baxaq. Baxın, sp2s olanlar, sp2'lər bunlardır. Onlara birləşmiş s-lər isə hidrogenlərdir. Nə qədərdir? 3 ədəd. Ona görə bu doğrudur. Hidratlaşmasından butanol 1 alınır. Heç vaxt butanol 1 alına bilməz. Çünki biz OH-ı ortaya salmağa çalışanda OH ikinci karbona birləşəcəyinə görə butanol 2 olar. Ona görə də cavabımız 1-3 Y variantı. Gələk 5 nömrəli suala. Deyir, naməlum alkenin 0,2 molunun tam yanmasından 144, daha doğrusu 14,4 qram su əmələ gəlir. Biz burada ilk öncə nə edərik? Suyun molunu tapa bilməkdən ötürü balaca yemi böyük yemə bölərəm. Yəni 14,4'ü 18'ə bölərəm. Buradan alarıq 0,8 mol su əmələ gəlibdir. Normalda bir alken, CnH2 yandıqda mənə n mol H2O verər. Bunun 1 molunun yanmasından n mol əmələ gəlirsə, özü verib ki 0,2 molunun yanmasından isə tapdıq ki 0,8 anlar. Buradan n bərabərdir. Onlar 4. Deməli bu C4H8 imiş. Bu alkenin molekulunda olan atomların ümumi sayını tap deyir. 8 ilə 4'ün cəmi bizə 12 verər. C cavabı. Keçək 6-ya.
Bizə deyir ki, alkan var, alken var. Molekulda karbon atomlarının sayı bərabərdir. Sigma rabitələrin ümumi sayını tapın. Deməli, alkenin formulu olacaq CnH2, daha doğrusu alkanın CnH2 plus 2. Alkanın yazdıq, alken isə CnH2. Bunda olan sigma rabitələrin ümumi sayı 3n plus 1-dir. Yəni indeks topla çıx 1-lə tapıram. Bunda isə yenə 3n minus 1-lə hesablanır. Gətirək 3n plus 1-i. M-i n-ə bölürəm də. 3n minus 1-ə bölüm. Burada verdiyi cavaba bərabər eləyim. Yəni 13 böl 11 kimi. Çarpaz vursam, 13-ü 3-ə vursam 39n minus 13 bərabərdir. 33n plus 11. 33-ü digər tərəfə keçirsəm, burada eləyər 6n. 13 digər tərəfə keçirim 4n də bərabərdir. 4 çıxar. Deməli, burada mənim karbon atomlarımın sayı 4 imiş. Məndən soruşur, alkin molekulunda hibrid orbitalların sayını tap. Alkinlərdə hibrid orbitallar 4n-2 düsturu ilə tapılar. 4 dəfə 4, 16, ikisini də çıxaram 14. Cavabımız olacaq B variantı. Sonra, keçək bura. Deyir ki, 2 brom, 3 metil butana, natrium hidroksidin spirtdə məhlulu ilə təsirdə alınan alkenin formulunu yaz. Deyir butan. Butandırsa 4 dənə karbonumu yazıram. 3 metildir. Üçüncüdən 1 metil, ikincidən də brom qoyuram. Deməli, buradan qoysaq metilimizi. Bizə deyir qələvinin spirtdə məhlulu ilə. Qələvinin spirtdə məhlulu ilə təsir etdikdə biz həmişə çalışmalıyıq ki, deməli, 2 qat rabitəni əvvələ yox da ortaya salaq. Buradan o zaman bu şəkildə olacaqdır. Bu birləşməni də adlandırsaq, olacaqdır. Deməli, radikal yaxın tərəfdən nömrələsək, 2 metil, buten 2. Niyə? Çünki ikinci aradadır. Cavab olacaq 7-də A variantı. Keçək 8-ə. Bizə deyir ki, molekulunda hibrid orbitalların sayı 14 olan, hibrid orbitalların sayı 4n-2 düsturu ilə tapılır. 14-ə bərabər etsəm n 4 çıxır. Bu buten 1 də ola bilər, buten 2 də ola bilər. Amma Markovnikov qaydası ilə gedirsə, deməli bu simmetrik olmamalıdır. Ona görə mən buten 2 yox, buten 1 götürməliyəm. Cavab C. Sonra keçək nəyə? 9-a deyir 3,4 dimetil penten 1 molekulunda sp3s orbitalların örtülməsindən yaranan sigma rabitələrin sayı, ümumi sigma rabitələrin sayının neçə faizini təşkil edir? Birincisi, gəlin bu maddəni yazaq. Pentendir. Penten deyirsə 5 dənə karbonumu yan-yana düzməliyəm. Daha sonra penten 1 dediyinə görə birinci arada 2 qat rabitəm var. Üçüncü və dördüncü karbonlarda isə mənim metillərim var. Bu şəkildədir. Mən indi bilirəm ki, bunlar sp2 hibrid vəziyyətindədir. Yerdə qalanları isə, bax bunlar sp3'dür, sp3'dür, sp3'dür. Bu da eynən sp3'dür, bu da eynən sp3'dür. Məndən bunlara birləşən S yaranmasından olan S-lərin sayını, yəni hidrogenlərin sayını istəyir. Bu CH3 olacaq, bu da CH3, CH3, CH, CH. Cəmi 3, 3, 3, 9, 9-un üstə də 1 gəlsəm 11 edir. Deməli 11 dənə sp3s rabitələri var. Bəs ümumi sigma rabitələrin sayı nə qədərdir desə, burada nə qədər karbon var? Gəlin baxaq. Penten 5 dənədir, dimetildir 2 dənə. Toplayanda 7 dənə. Deməli bu C7, H14 imiş. Toplayanda 20, üstdən də 1 çıxanda ümumi sigma rabitələr isə 20-dir. Məndən soruşduğu isə həmin bax bu sp3s-lər, yəni 11 dənə rabitə, ümumi 20 dənə rabitənin neçə faizidir? 11'i 20'ye bölüp 100'e vursam, buradan alacağım 55%. Cavab A variantı. Sonra keçək 10-cu sualımıza. Bizə deyir alkendir, molekulunda ümumi sigma rabitələrin sayı 17'dir. Alkenimin formulu CnH2-dir. Ümumi sigma rabitələrin sayı istəyirsə, indeks cəmindən birini çıxıb bərabər eləsəm 17'yə. Sonra 3n bərabərdir 18, n də bərabərdir 6. Deməli bu alken 6 imiş. 1 molun yanmasına sərf olan oksigen həcmini tapın. Alkenlərdə 3n bölü 2 mol oksigen sərf olur. N'in yerinə 6 qoysam 9 mol oksigen eləyir. 9 mol oksigeni də 9'u da 22,4'e vursaq.
Buradan biz alarıq deməli nə? Y variantını. Sonra keçək 11-ə. Deyir ki, 1,2 dibrom 3 metil butana sink metalı ilə təsir etdikdə alınan alken üçün hansı ifadələr doğrudur? Gəlin birincisi həmin alkeni mən burada açıq şəkildə yazım. Butan deyir, elə deyilmi? Butan. Deməli, bunun içində 4 dənə karbon var. Üçüncüdən metil qoyum. 1 ilə 2-yə xlor qoyaq. Aha. Buna sinklə təsir eləsəm, 2 qat rabitə bu hissəyə düşəcəkdir. Deyir, cis-trans izomerliyi var. 2 qat rabitə əvvələ düşdüyünə görə burada cis-trans izomeri ola bilməz. Ona görə bu yanlışdır. Molekulunda karbon atomlarının 60% sp3 hibridləşmə halındadır. Karbon atomlarının deyir. Burada nə qədər karbon atomu var? 5 dənə karbon atomu var. Bu 100%dir. 5-in 3 dənəsi bu da nə qədər eləyəcəkdir? Təbii ki, 60%-dir. Doğrudur. Hidrogen xlorid ilə reaksiyasına 2 xlor metil butan alınır. Birincisi, gəlin bu aldığımız alken deyil. Buna mən hidrogen xlorid ilə təsir edim. O zaman bura mənfi, bura müsbət olacağından xlor bura birləşəcək. Hidrogen bura birləşir, 2 qat qırılır. Bunu adlandırmaq istəsəm, 2 xlor 3 metil butan alınır. 2 xlor 3 metil butan alınır. Bəli, bu da doğrudur. Molekulunda 32 proton var. Bunu bilməyim üçün C5H10 yazmalıyam. 5 dəfə 6 30, üstə də 10 dənə gələndə 40 proton var. Ona görə bu yanlışdır. 11-də cavabımız olacaq 1. Bir dəqiqə. Doğru olanları tapın deyir. Burada fikir versəz, doğru olanları tapın deyir. Bizim doğru olanlarımız 2, 3'dür. Burada da D variantı var, burada da D variantı var. Böyük ehtimal bu C variantı olmalıdır. Yəni burada olacaq cavab C. Sonra keçək 12-yə. Deyir ki, cis-trans izomerlərinin olması üçün X hansı olmalıdır? Deməli, cis-trans izomerinin ola bilməsi üçün ilk öncə bax, buradakı karbonun bu hidrogeni belə aşağı gəlir. Bir dənə metili var. Deməli, bunun bax, bu hissəsində etil var. Deməli, mən o X-in yerinə etil qoya bilmərəm. Amma metil də qoyaram, hidrogen də qoyaram. Yəni, bir sözlə bu karbona birləşən X-dan söhbət gedirsə, burada olan bax, bu radikalın eynisi olmamalıdır. Yəni, etil olmamalıdır. Sonra keçək 13-ə. Yəni, burada cavab 12-də D variantı idi. 13. 2 metil buten 2 molekulunda. Buten deyir. Buten 4 dənə karbon yazıram. İkinci aradan çəkirəm 2 qatımı. 2 metil dediyinə görə burada bir metil qoyuram. Bu CH3 olacaqdır. Bura heç nə düşmür. CH, bu da CH3. sp3 S-lərin sayını istədiyinə görə burada bilməlisiniz ki, sp3 bu karbondur. Bu karbondur. Bir də bu karbondur. sp3'lərin S-lərin sayı hidrogen sayıdır. O da 9 ədəd D variantı. Keçək 14-ə. Bizə deyir ki, alkendir. Molekulunda qeyri-polar kovalent rabitələrin sayı A+2-dir. Qeyri-polar kovalent rabitələr deyəndə karbon-karbon arasında həm sigmanı, həm pini götürməliyik. Deməli, CnH2n-dir. Burada karbonların sayı n olanda n-1 dənə sigma var. Bir dənə də pi olduğuna görə cəmi n dənə rabitə var. Qeyri-polar kovalent. N-i bərabər eləyərəm A+2-yə. Molekuldakı ümumi sigma rabitələrin sayını istədiyinə görə də indeks sayından, yəni 3 ilə -1-i çıxacam. N-in yerinə gətirib A+2 qoysam, olar 3A plus 6 -1, bu da bərabərdir 3A+5. B variantı. Növbəti. Keçək 15-ə. Deyir 10,5 qram alkenin bromlaşmasına 200 qram 20%li brom sərf olub. Deməli, gəlin yazaq. 200-ün 20%-i bizə nə qədər brom verər? 40 qram brom verir. Mən də bilirəm ki, alkenlər hər zaman nə qədər brom birləşdirirlər özlərinə. 14N plus daha doğrusu 14N kütləsi olan bir alken özünə həmişə 1 mol brom, yəni 160 qram brom birləşdirir. Bəs bunun 10,5 qramı
nə qədər olasıdır? Bu da özü verir ki, 40-dır. Buradan n-i hesablasaq, buradan n çıxacaq 3. N 3-dürsə, rabitələrin əmələ gəlməsində iştirak edən molekuların ümumi sayını istəyir. Deməli, bu C3 H6 imiş. Ümumi sayı orbitalların. Deməli, burada nə qədər rabitə var? 3 ilə 6'yı toplasam 9, üstdən 1-ni çıxsam 8 dənə sigma rabitə var. 1 ədəd pi rabitə var. Toplayanda cəmi burada 9 rabitə var. 9 rabitə varsa, hər rabitənin 2 elektron və yaxud da 2 orbital yaratdığından 18 dənə olacaqdır. Keçirəm 16-ya. Alken var əlimdə. Molekulunda hibrid orbitalların sayı 22'dir. Hibrid orbitalların sayı 4n-2 düsturu ilə tapılırsa, n buradan çıxır 6. Deməli, bu nəymiş? Heksen imiş. Məndən də molekulda birli karbon atomlarının sayı 4'dür. Birli karbon atomlarının sayının 4 olmasını istəyirəmsə, burada görürsünüz, belə bir şey yarada bilərəm. Baxın, bu şəkildə 6 dənə karbon olsun, 4 dənə birli olsun. Mənim maddəmin formulu budur. Bunu adlandırmağımı istəyir. Uzun zəncir. Bu gördüyünüz mənim uzun zəncirimdir. Uzun zəncirimi tapdım. Deməli, onda məndən bunun adını istəyir. Uzun zəncir budursa, nömrəliyim 1, 2, 3, 4. Deməli, 3, 3 dimetil. Uzun zəncir, buten, birinci aradadır deyə 1. 3, 3. Burada belə bir alkan yoxdur. Bəs başqa nə edə bilərəm? Başqa bir formada yazım bunu. N-i 6 tapdım. Belə bir şey yaza bilərəm. Məsələn, karbonlar belə qoyaram. Bu zaman bunun adı nə olar? Uzun zəncirim budursa, belə getsə. Bu olsa uzun zəncirim. Deməli, 1, 2, 3, 4. Deməli, adı olacaqdır 2, 3 dimetil buten 1, cavab A variantı. Yəni, burada yazılan olan variant da ola bilərdi. Bu hissəyə yazılan da ola bilər. Yəni, o baxır sizin o maddəni necə quracağınıza. Sonra gələk 17-yə. 17 nömrəli sual qəbul imtahanında istifadə edilən sual tipidir. Ona görə diqqətli olun. Bunun topluda bizə azotdan olan versiyası var. Deyir, propenlə etandan ibarət qarışıq 10 litrdir. Qarışığın deyir, bromlu sudan keçirdikdə kütləsi 4,2 qram artır. Yadımızda saxlayaq ki, etan bromlu su ilə girəsi deyil, deməli alken girib, propen. O da öz kütləsi qədər artırır. Deməli, onun kütləsi propenin, C3H6-nın öz emeri 42'dir. Bu neçə mol imiş ki 4,2 olub? Deməli 0,1 moldur. 0,1 mol neçə litrdir? Burada litrlə soruşdu ona görə. 22,4-ə vuranda 2,24 litr edir. Məndən də soruşur ki, ilkin qarışıqda propenin həcm payını tap. Həcm payı fi bərabərdir. 2,24 litri 10-a, yəni ümumi qarışığa bölüb 100-ə vuraram. Bu da mənə 2,24 verər. Cavab C variantı. Bunun eynisi etan yox, azot versiyası imtahana düşübdür. Sonra gələk 18-ə. Sıxlığı rho bərabər 2,5 olan alkenin sıxlıq varsa, normal şərait deyirsə bu qazdır və 22,4'ü var. Mən buradan qazın molyar kütləsini rho-nu V-yə vuraraq tapa bilərəm ki, qazın kütləsi 56 imiş. Hansı ki 1 molunun. Bu qazın 56 qramı özünə həmişə nə qədər brom birləşdirir? İstənilən bir alken ola bilər. Propen, eten, buten, heksen, hepten, okten, nonen. Yəni, bütün bir sözlə alkenlərin 1 molu həmişə özlərinə 1 mol brom, yəni 160 qram brom birləşdirirlər. Bəs onda 2,8 qram nə qədər brom birləşdirər? Buradakı bu sıfır ilə buna aparsa, buradan x çıxar 8 qram. Buradan x-i tapdıq 8. Hansı ki bu tapdığımız x nə idi? Yəni məhlulun içərisində olan bromun kütləsidir. Mən məhlulumu bilmirəm. Tutaq ki A qram 4% məhlul var. Bunun içərisində isə 4% 8-ə bərabərdir.
Buradan da A bərabər olacaq 200. Deməli, mənim məhlulum 200 qram imiş. Sonra 19. Alkendir, molekulunda protonların sayı. Alkenin formulu CnH2ndir. Protonların sayı 6n bu, 2n bu. Toplayanda 8ndir. Bərabər eləsəm 32-yə. N bərabərdir. Buradan olar 4. Deməli, bu C4 H8 imiş. 1 molun yanmasına alınan karbon qazının həcmini istəyir. Bunu yandırdıqda 4 karbon olduğuna görə 4 mol karbon qazı əmələ gəlir. Və 4 mol karbon qazında 22,4-ə vursam, bu mənim üçün eləyəcək 89,6 litr. 20 nömrəli sual. Bizə deyir ki, hidrogen halogenit belə bir X-la reaksiyaya girib Y alınır. Təbii ki, monohalogeni törəm olacaq. Ona natriumla təsir etdikdə Würz reaksiyası gedib həmin bu alkan alıb. İndi mən bilməliyəm ki, bu maddə hansı maddədir? İlk öncə gəlin bu maddənin buradan biz açıq şəkildə yazaq. Heksan deyir. Heksan deyirsə, deməli burada nədir? 6 dənə karbon olmalıdır. 3, 3, 4, 4 deyir. Yəni, belə, bax, bu şəkildə karbonlarımız var. Buna Würz reaksiyasından alınan alkandır. Bunun ortadan, baxın, bu hissədən böldükdə görürəm ki, simmetrikdir. Bu hissəsi ikiləşibdir. Və bu hissədən xlor var. İndi mən bu Y maddəmdir. Bunu hansı alkenlə ala bilərəm? Mən bunu alkenə, hidrogen halogenitlə təsir edən zaman ala bilərəm. Burada iki cür alken ola bilər. Biri necədir? 2 qat rabitə, baxın, bu hissədə olan ola bilər. 2 qat rabitə bu hissədə olan ola bilər. Bu zaman bunun adını adlandırsaq nə olar? Gəlin baxaq. Uzun zəncirin bu olacaq, təbii ki. Baxın, bu olacaq. Onda bunun adı nə olar? 1, 2, 3, 4. 2 metil buten 1 ola bilər. 2 metil buten 1 ola bilər. Variantlarda baxıram ki, belə bir şey yoxdur. Bir də bunun hansı versiyası ola bilər? 2 qat rabitə, 2 qat rabitə. Burada olan versiyası ola bilər. O zaman bunu adlandırası olsam, yenə sonda ikisi də eyni məhsuldur. Hansı hissəyə yazsam doğru çıxır. Bunu adlandırası olsaq, deməli onda 1, 2, 3, 4. Yenə 2 metil buten 2 olar. Burada əgər bizə bir balaca ipucu versək ki, cis trans izomerliyi var və yaxud da cis trans izomerliyi yoxdur, biz tez tapa bilərik. Bu ikisinin hər ikisi də uyğundur. Buten 1 də buten 2 də olsa, hidrogen xloridlə təsir etdikdə Y maddəsi eyni olur. Ona görə də cavabımız olacaq 20-də D variantı. Sonra keçək 21-ə. Bizə belə bir spirt verir. Buradan dehidratlaşdırırıq. Dehidratlaşan zaman OH çıxır. Yəni buradan OH gedir. Çalışırıq ki, 2 qat rabitəni ortaya salaq. Deyir ki, bu maddə haqqında hansı ifadələr doğrudur? Buten 1-dir. Uşaqlar, burada görürsünüzmü? Buten 2 olacaq. Çünki 2 qat rabitə ortaya düşüb. Ona görə bu səhvdir. Cis trans izomerliyi var. 2 qat ortada olduğuna görə bəli var. Bromla reaksiyasına 2-3 dibrom butan alınır. Ortada olduğuna görə bəli bromlar bu hissəyə birləşəcək. Doğrudur. Molekulunda sp3s orbitalların sayı 5 ədəddir. 3 dənə burada var. sp3-dür də bu ucdakılar. Bir də bu ucdakı sp3-dür. 3 hidrogen burada, 3 hidrogen burada. Yəni sp3 sp3 halda olan karbona birləşən hidrogen sayıdır. O 6 ədəddir. Ona görə bu da yanlışdır. Cavab 2, 3, C variantı. Sonra növbəti keçək 22. Cis trans izomerliyinə malik olan karbon atomlarının sayı minimum olan alkenin sinflər arası izomerini müəyyən edin. Deməli, alkendir. Minimum karbon atomu var. Deməli, bunun mən necə deyərlər? Belə bir şey yaza bilərəm. Cis transın olması üçün plus da minimum karbon atomu olması üçün buten 2 yazaram. Buten 2-nin də sinflər arası izomeri tisiklolar olacaq. Tisiklo, bunun içində 4 karbon var. Metil tisiklo butan olmaz. Metil tisiklo propan ola bilər. Çünki metildə 1 karbon, propanda 3. Toplayanda cəm 4 karbon var. Karbon sayı uyğundursa cavab olacaq C.
Sonra 23. Alkendir, molekulunda protonların sayı. Alkenin formulu CnH2ndir. Protonun sayı karbonda 6, hidrogende 2, toplayanda cəmi 8 n eləyər. Bərabər eləyərəm 40-a. Buradan n çıxar 5. Deməli bu C5H10 imiş. Rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayını istəyir. Hibrid orbitallar da 4n minus 2 düsturu ilə tapılır. O da eləyəcək 18. Cavab C variantı. Sonra 24. X deyir, hansı reaksiyadan alınan madde propendir. Burada gördüğünüz metil spirtini 140'dan yuxarı temperaturdan alkin alaram. Dihalogenini törəməyə, bisinal dihalogenini törəməyə spirtdə məhlulla təsir eləsəm alkin alaram. Dihalogenini törəməyə sinklə təsir eləsəm bu zaman mən alkin almayacağam. Ona görə daha doğrusu bir dəqiqə dihalogenini törəməyə yox. Daha doğrusu dihalogenini törəməyə qələvinin spirtdə məhlulu ilə alkin alınmır. Bu yanlışdır. Sinklə təsir eləyədikdə alkin alınır, visinal. Bu doğrudur. Burada monohalogeni törəməyə natriumla təsir etdikdə Würz reaksiyasıdır. Məndən propen alınanı istədiyinə görə 1-3 cavab olacaq 24-də A variantı. Sonra keçək 25-ə. Deyir 0,1 mol alkenin yanmasına 19,2 qram oksigen sərf olunur. Gəlin birincisi nu bərabərdir. Deməli, nu bərabərdir. Balaca m bölək böyük m düsturuna əsasən 19,2 32-yə bölərəm. Buradan 0,6 mol alınar. Yəni oksigenimin molu 0,6-dır. Sərf olmuşsa bu alkol molekulunda proton sayını tap. Normalda 1 mola 3m bölü 2 mol oksigen sərf olunur. 0,1'ə də 0,6 sərf olub. Buradan o zaman 3n bölü 2 bərabərdir 6'ya. 3n də bərabərdir 4 olur. Deməli bu C4H8 imiş. Proton sayını istəyir. 4 dənə 6 dənə karbonda var. 4 6 24, 8 dənə də burada eləyəcək 32. Cavab C variantı. Keçək 26-ya. 0,25 mol alkenin tam yanmasına 22,5 qram su alınmışsa. Normalda mən bunu bilirəm ki, 1 molundan nə qədər? 18 n qədər su əmələ gəlir alkində. Bəs 0,25-də nə qədərdir? 22,5. Sanki elə bil 4 dəfə azalmışıdır. Bu zaman mən nə edəcəm? 22,5-i vuraram 4-ə. Buradan alaram ki 90 qram su, yəni 18 n bərabərdir 90. Buradan 90'ı da sonra 18'ə bölərəm. Suyun molunu taparam. Yəni n 5 imiş. Deməli C5H10'dur. Qeyri-polyar kovalent rabitələrin sayını tapın. Qeyri-polyar kovalent rabitələrin sayı karbonlar arasında olan rabitələrdir. Plus həm sigma, həm də pi. Burada da cavab olacaq 26'da C variantı. 4 dənəsi sigma rabitədir, 1 ədədi pi rabitədir. Qeyri-polyar rabitələrdən. Növbəti, gələk 27-yə. Burada bizə 2 dənə karbohidrogen verib. Bilməliyik ki, karbohidrogenlərdə həmişə istənilən zaten üzvü maddələr homoloji sırada biri digərindən CH2 qrupu qədər fərqlənir. Molekulda protonlarının sayı. Burada bir homoloji fərqdə nə qədər proton fərqlənir? 8 ədəd fərqlənir. Deməli 24 fərq varsa, bunlar arasında neçə homoloji fərq var? 3 CH2 qrupu qədər fərq var. Molekuldakı hibrid orbital sayı birində B-dirsə, o birində bu sp3'dür. 3 dəfə 4 12. Deməli bu B plus 12 imiş. 12 dənə fərq var. 28. Deyir 1 molun yanmasına sərf olunan oksigen 134,4'dür. Burada nə edəcəyik? 134,4'ü bölməliyəm mən. Deməli 22,4'ə ki, görün burada nə qədər oksigen sərf olunur? 6 mol oksigen sərf olunur. 6 mol oksigen sərf olunan bayaq hesablamışdıq. 3n böl 2 bərabərdir 6, 3n bərabərdir 12, n də bərabərdir 4'dür. Deməli bu buten imiş. C4H8. Cis trans izomeri plus yazılıbsa, deməli bunun 2 qatı ortadadır. Deməli bu şəkildəymiş. Buten 2 imiş. Bu şəkildə. Məndən də soruşur ki, sp3 karbona birləşən esidlərinin sayını tap. 3'ü burada, 3'ü burada 6 ədəd.
Cavab B variantı. Keçək 29-a. Alkandır, alkendir. Molekulların kütləsi biri A, biri A-30. 1 molun yanmasına sərf olunan suyun kütləsi 5-dir. Suyun molu 5-dirsə, deməli N plus 1 mol bərabərdir 5-dir. N də bərabərdir 4 olur. Deməli mənim alkanım C4H10 imiş. X-i müəyyən edin deyir. X nədir? Alken. Bunların kütlələri arasında 30 qram fərq var. C4H10'un kütləsi nə qədər edəcək? MR-ni hesablasaq. 10 plus 48, 58 edəcək. 58-dən 30 çıxsaq 28 edər. Deməli, mənim alkenimin kütləsi C2H4 imiş 28 edən. Bunun yanmasından 2 mol su əmələ gələr və bu da edəcəkdir. Elə cavab 2. Y variantı 29-da. Keçək 30-a. Alkendir, molekulda rabitələrin ümumi sayı. Alkenin formulu CnH2n-dir. Ümumi rabitələrin sayı deyəndə indeks topla çıx 1 sigmadır. Plus 1 də pi rabitə var. Deməli, onda ümumi rabitələrin sayı 3n-dir. Bu A-ya bərabərdir. Molekulda hibrid orbitalların sayı 4n-2 bərabərdir. A plus 3 ilə hesablanır. Buradan bu sistem tənliyi həll etsək. A-nın yerinə 3n qoysam, o zaman n bərabərdir 5 çıxır. N 5-dirsə C5H10-dur. Məndən istədiyi hidrogen atomlarının sayıdır. Cavab isə eləyəcək Y10 variantı. Davam edək 31 nömrəli sualımız ilə. Deməli, alken verilib. Molekulda sp3 hibrid orbitalların sayı 8-dir. Mən bilirəm ki, deməli, onda burada 2 dənə karbon var imiş ki, sp3 hibrid vəziyyətində olsun. Hidrogen bromidlə Markovnikov qaydası ilə daxil olmasını minus yazıb. Deməli, bu simmetrik bir alkendir ki, burada Markovnikov qaydası ilə reaksiya daxil olmur. Necə eləyə bilərik? Məsələn, deməli, bu şəkildə imiş. Bu şəkildə. Məndən sp3 ilə örtülənlərin sayını istəyir. 6 ədəd. Cavab C variantı. Müəyyən miqdar alken tam yanmasına 16 litr CO2 alınmışsa, reaksiyada sərf olunan oksigen həcmini tapın. Alkenlərdə N 16 olacaq o zaman. 3n bölü 2 düsturundan istifadə eləsək, cavab 24 olar. Y variantı. Propen və butendən ibarət qarışıqda karbon kütlə payının qarışığa əlavə edilən etilenin mol miqdarından danışır. Etilendir, butendir, propendir. Bunların hamısı eyni bir homoloji sıraya daxildir və bunların da karbonun kütlə payının mol sayından asılılığı böyük ehtimal asılı olmayacaq. Çünki eyni sinfə daxildirlər. Dəyişən heç bir şey yoxdur. Naməlum, amma nə zaman dəyişən bir qiymət olar? Məsələn, bu başqa bir sinif birləşmə, bu başqa bir sinif birləşmə, bu başqa bir sinif birləşmə. Yəni, biri alkan, biri alken, biri alka deyən olarsa, əgər o zaman dəyişiklik baş verər. Amma bunların hər biri alken olduğuna görə heç bir dəyişiklik baş vermir. Naməlum alkenin 0,2 molunun tam yanmasına bu qədər su alınır. İlk öncə biz burada 14,4-ü bölməliyik 18-ə ki, görək neçə mol su əmələ gəlir. Deməli, bu alkenin 0,2 moluna 0,8 mol alınır. 18-ə böləndə 0,8 düşür. Bəs 1 molundan nə qədər olar? X buradan çıxır 4. Deməli, bu 4 mol su alınıbdır. Deməli, bu C2H4 imiş ki, daha doğrusu C4H8 imiş ki, su 4 mol əmələ gəlibdir. Bu alkenin molekulunda olan atomların ümumi sayını istəyir. Cavab eləyəcək 12. 4 ilə 8-in cəmi. Dixlor butana sink, daha sonra hidrogen klorid, daha sonra natriumdan təsir etdikdə alınan maddəni tapmalıyıq. Deməli, bu dixlor butandır 1,2-dirsə, 1,2-də olan karbonlara birləşəcəkdir nə? 2 qat. Sonra mən buna hidrogen kloridlə təsir eləyəndə bu qırılacaq, klorid bura birləşəcək. Würst reaksiyası olduğuna görə natriumla təsir etdikdə belə bir birləşmə olur. Məndən birli karbonları istəyir. Birli karbonlar da bu ucda olan metillər olacaq. Cavab 4. D variantı. Sonra gələk 36-ya. Metanın 560 cc-də
556 hissəsi də C2H4 əmələ gəlir. C2H4-ün yanma reaksiyasını istəyir bizdən. C2H4 üstə cansın oksigen alınır, karbon qazı plus su. 2 mol bu, 2 mol bu, 4, 6, 3 mol bu. Cəmini istəyir. O da edəcək 7. D variantı. 37. Sinkdir. Belə bir şey alınıb. Burada deməli nə etməliyik? Heksan alınıbdır. Bu X hansı maddə ola bilər? Heksan alınıbsa. Gəlin baxaq. Heksan 6 dənə karbon var deməli. Burada 6-sını da yazdıq. Bizə deyir 2, 3, 4, 5. Hamısında metil var. Bax bu şəkildə yazdıq. Heksan deyir. Buradakı sinklər birləşib bura. Ola bilər ki, burada sinklə təsir eləyəndə Würz reaksiyası getsin ya da getməsin. Burada nəsə bir səhvlik ola bilər. Bir dənə də yenə baxım. Məndən nə istəyir bu hissədə? X hər nədirsə üstə sink gəlinib, bu maddə alınıbdır. Belə edə bilərik. Deməli, bu reaksiyada biz dihalogenini törəmədi. Sinklə təsir eləsək, Würz reaksiyasına bənzəyir. Bunu ortadan bölsək, deməli, mənim X halogenim hansı ki, bu birləşmədi, monohalogeni törəmədi, hansı ki, bu. Həmin burada nə etmək lazımdır? Mən buna kalium OH-ın spirtdə məhluluyla, bu hissədə halogen var. Təsir eləyəndə 2 qat rabitə bu hissəyə düşür. Onda bu karbonu biraz bura gətirsəm, mənim deməli maddəm buymuş. Bunu məndən səmərəli üsulla adlandırmamı istəyirsə, etileni seçirəm. Neçə dənə var əlimdə? Deməli metil. Buna deyəcək trimetil etilen. Cavab B variantı. Düşünə bilərsiniz ki, bəs müəllim, biz öyrənmişik ki, konspektlərdə, dərsliklərdə natriumla istifadə olunur axı. Bəzi köhnə kitablarda, bəzi əlavə vəsaitlərdə natriumun yerinə sinklə də təsir etdikdə biz Würz reaksiyasını ala bilərik monohalogenini törəməyə. Sonra gələk 38-ə. Etilen və etandan ibarətdir qarışıq hidrogenin iştirakı ilə tam doymuş hala keçirdikdə qarışıqda olan atomların ümumi sayı 1,25 dəfə artır. Bu çox gözəl sualdır. Etilen hətta situasiyada, qəbulda da gələ bilər. Etilen və etandan. Etilen nətər yazılır? C2H4. Etan necə yazılır? C2H6. Gəlin birincisi baxaq görək burada nə qədər qaz var. Mən bilmirəm. Bundan X, bundan Y var. İlkin halda atom sayı nə qədərdir? 4, 6X üstə gələk 8Y qədərdir. Və sonraki halda nə qədər olacaq? Deməli, burada mən bilirəm ki, C2H4 üstə gələk hidrogen reaksiya girir, C2H6 alınır. Buna X mol demişdimsə, X molda C2H6 alınacaq. Sonraki qarışıqda isə 8Y var idi. 8X-də indi bu təzə qaz oldu. Deməli, 8X üstə gəl 8Y. Burada bunları bərabər eləyirəm. 1,125 dəfə artıbsa, bax bu az olanı 1,125-ə vururuq. Gətirəcək buradan cavab indi görək neçə çıxır. Deməli, gəlin birincisi bu tənliyi hesablayaq. 1,25-i vursaq 6-ya. Buradan alacağıq 7,5x üstə gəlinsin. Sonra 1,25-i təzdən vursaq 1,25-i vursaq təzdən 8-ə. Buradan cavab alarıq 10. Deməli 10y bərabər 8x üstə gələk. 8y, 8x-i deməli 8y-i digər tərəfə keçirsə 2y, bu birisi də digər tərəfə keçirsə 0,5x, hər tərəfi 10-a vursam deməli olar 20y bərabərdir 5x, 4y bərabərdir x. Bu şəkildə bunu aldım. Deməli, onda gətirib mən burada x-in yerinə 4y qoysam, mənim qaz qarışığım olacaq 5y mol. Bu 5y molda
Etilenin həcmi 4y qədərdir. Bu da mənə verəcək 80%. Cavab Y variantı. Biraz uzun tipli sualdır, amma qəbul imtahanında gələ bilər. Etilenin yanma reaksiyasını verilibdir. Bu çox sadədir. Gəlin buna baxaq. Etileni yandırsam, C2H4 üstə gəlsin oksigen, alınacaq karbon qazı plus su. Bura 1, 2, bura 1, 2, burada 1, səhv etmirəmsə 3 düşməlidir. Etilen 5-də başlayıb 2-də dayanıb, deməli 3 mol sərf olub. 3 mol sərf olanda 9 mol oksigen, 6 mol karbon qazı, 6 mol da su. Deyir 6 mol su əmələ gəlib, doğrudur. 4 mol CO2 alınıb, səhvdir. 9 mol oksigen sərf olunub, bəli. Cavab 1, 3, D variantı. Keçək 40-a. Etilen və hidrogen deyir 30 litrinin tam doymuş hala keçirdikdə qabdakı təzyiq 20% dəyişir. Yəni 30-un 20%-i nə qədər edər? Onu tapmalıyıq. Tapırıq ki 6-dır. Deməli, etilen, C2H4, üstə gəlsin hidrogen. Bu ikisi bir yerdə 30 litrdir. Reaksiya gedəndə burada görürsünüz ki 2 mol qaz sərf olub, 1 mol qaz əmələ gəlir. Deməli, həcm dəyişir, 6 mol azalıbdır. Mənim 30 litrlik qazım var. X mol əmsallar nisbətinə görə X mol C2H4-ə görə azalır. X mol hidrogenə görə azalır. X mol da etana görə artır və sonda olur 24. Çünki 30 idi. 20% dəyişdiyinə görə oldu 24. Buranı hesablayıb tapanda alıram ki X 6 imiş. Bu 6 nə deməkdir? Yəni 6 mol C2H4 əmələ gəlib. 6 mol hidrogen sərf olub. 6 mol da C2H4 sərf olub. Və deyir alınmış qarışıqda etanın həcm payını deyin. Doymuş hala etilen tam şəkildə keçir. O zaman alınmış qarışıqda etanın həcm payı deyilsə, alınmış qarışığım 24 idi. İçərisində 6 mol etan var idi. Bunu da 100-ə vursam 25% edəcək. Cavab 40-da D variantı. Sonra gələk 41-ə. Buradan alınacaq C2H4. Molekulunda 4 sigma rabitə var. Toplamaqdan ötürü birincisi indeks toplayaram 6, 5 dənə edər. Bu yanlışdır. Cis transizomeri yoxdur. Təbii ki, cis transizomeri yoxdur. Çünki cis transizomerli N4 olan 3-cü nümayəndədən başlayır. Molekulda sigma rabitələrin hamısı sp2s örtülməsi hesabına yaranır. Bəli. Baxın bu şəkildədir. Bütün karbonlar sp2-dir, düzdür. 1 mol 22,4 litr tutur. Bəli, qaz haldadır. Cavab 3 və 4-dür. Sonra 42. Molekullarında homoloji sıranın ikinci nümayəndəsi. Homoloji sıranın ikinci nümayəndəsi C3H6-dır. Molekulunda 5 sigma 2 pi rabitə var. 2 pi yoxdur, 1 pi var. Hidratlaşmasından ikili spirt alınır. Bu doğrudur. Ümumiyyətlə alkenlərin birinci nümayəndəsindən başqa bütün nümayəndələri su ilə reaksiya daxil olanda ikili spirt alınır. Molekulda bütün karbon atomları sp2-dir. Xeyr, ikisi sp2, biri sp3-dür. Bu yanlışdır. 0,5 mol yananda bu qədər karbon qazı əmələ gəlir. Bu da doğrudur. Cavab olacaq 2, 4. 43. Alken molekulu üçün hansı ifadə doğrudur? Molekulunda bütün karbon atomları sp2 halındadır. Yanlışdır. 2 dənəsi sp2 olur. Kalium permanganatı rəngsizləşdirir. Bəli. Polimerləşir. Bəli. Pi rabitə var. Hidratlaşmasından spirt alınır. Bu da doğrudur. 43-də bir də baxın. Molekulunda bütün karbonlar budur. Xeyr. Polimerləşmirlər. Polimerləşmirlər deyir. Xeyr. Polimerləşirlər. O zaman cavabımız olacaq yenə 2, 4. Gələk 44-də 1 mol 22,4 litr həcm tutan və karbon atomlarının sayı maksimum olan alken. Deməli, 4-cü nümayəndə ola bilər bu ancaq. Alken molekulunda qeyri-polyar kovalent rabitələrin sayını tapın. Deməli, aşıqlar bütün karbohidrogenlərdə N4-ə qədər olanların hamısı qaz halındadır. Ona görə də maksimum karbon sayı olsun, plus qaz halında olsun. Deməli, bu C4-dür. Məndən də soruşur ki, neçə dənə rabitə var qeyri-polyar? 1, 2, 3, 4. Cavabımız olacaq 4. 45 və sonuncu. Uyğunluğu müəyyən edin. Metil etilen. Sinflər arası izomeri. Metil etilen 2 dənə burada, 3 dənə burada, 1 dənə burada, cəmi 3 karbon var. Deməli, sinflər arası izomer siklopropan olacaq. Cavab B. Etilen 2 dənə, 2 dənə də bu 4 karbon eləyir. Deməli, metil siklobutan olmaz, etil siklobutan olmaz.
Dimetil metan ola bilərmi? Dimetil burada 3 dənə var. Ona görə alkanlar götürmərəm. Metil siklobutan olmaz. Metil siklopropan ola bilərmi? Bəli. Y bura gedər. Trimetil etilen 3 dənə burada, 2 dənə burada, 5 karbon var. Buna da metil siklobutan deyə bilərəm. D variantı. Və beləliklə bizim alkenlərdən videomuz bu qədər.